İndi keçirik mütləq və nisbi rütubətə. Ümumiyyətlə rütubət nədir? Rütubət, belə deyək də, bizim ümumiyyətlə ətrafımızda olan hava var axı, havamız var. Bu havanın içərisində əslində bu hava buxar şəklindədir, qaz şəklindədir. Sadəcə biz onu görmürük. Və bu qaz, buxar özündə nə yaradar? Nəm yaradar da. Havadakı o nəmlik rütubət anlayışıdır əslində. Rütubəti də iki yerə bölürlər: mütləq rütubət və nisbi rütubət. Təbii ki, bir şeyin mütləqi varsa nisbisi də var da. Mütləq rütubət nədir? Bax, adından məlumdur, mütləq. Yəni bu dəqiqə tutalım ki, mənim otağım 15 kvadrat metr sahəsi var. Hündürlüyü də nə bilim 2 metr, 3 metr, nəsə. X qədər həcmi var. Düzdürmü? Fikirləşirəm ki, otağımın X qədər həcmi var. Nə gözəl. Otağımın həcminin bəs otağımda nə qədər su kütləsi var? M, su nə qədərdir? O da biləm ki, məsələn, deyirəm 2 kilo su var otağımda, 2 kiloqram su var. Orada sıxlıq nə qədər düşdü? Yəni hər kub metr həcmə nə qədər su buxarı düşdü? Bax, o mənim üçün mütləq rütubət anlayışıdır. Yəni əslində uşaqlar, mütləq rütubət bilirsiniz nədir? Sıxlıqdır da. Havadakı suyu nə qədər buxar var, o su buxarının sıxlığı buxarına. Sıxlığı bizim üçün mütləq rütubətdir. Mütləq rütubət deməli nə oldu? Rho hərfi ilə işarə olunacaq. Rho bərabərdir M böl V. Sıxlığın düsturu deyil ki, bəli, sadəcə buradakı sıxlıq nəyin sıxlığıdır? Otağımdakı havanın sıxlığıdır. Havadakı su buxarının sıxlığıdır. Burada M nədir bəs? M təbii ki, suyun kütləsidir. Bəs V nədir? V də həcmdir da. Yəni otağın həcmi. Ümumiyyətlə bu havaya sən hardan baxırsan, onun həcmi. Bu oldu mənim mütləq rütubət anlayışım. Deməli, vahidinə gəldikdə də əsas vahidlərlə kiloqram böl kub metrdir. Amma otaqda kiloqramla su olmaz axı. Ona görə də qramla olur deyə daha çox qram böl kub metr ifadəsindən istifadə olunur. Bu mütləq rütubətdir. İndi bir də var nisbi rütubət. Bəs nisbi rütubət nədir? Nisbi rütubət elə bir şeydir ki, verilmiş temperaturdakı su buxarının doymuş buxardan nə qədər fərqləndiyini göstərir. Bax, tutalım ki, mənim otağımda buxar var, uşaqlar. Sizcə bu buxar doyan buxardır, yoxsa doymayan buxardır? Fikirləşirəm. Otağımda su görürəm, yəni otaqda buxarın çoxluğundan su əmələ gəlib, yox. Deməli, su yoxdursa, deməli, buradakı buxar doymayan buxardır, yəni ideal qaz. Bəs doyan olsa nə olardı, uşaqlar? Otaq buxarla doysa, o qədər buxar, artıq bir də görsən, otağa girsən, deyirsən ki, otaq o qədər rütubətli idi ki, divarlardan su gəlirdi. O niyə elə olur ki, divardan niyə su gəlir? Pəncərənin qırağı niyə su olur? Çünki sənin otağının havası o qədər çoxdur ki, buxar. Havada buxar o qədər çoxdur ki, buxar artıq keçir nəyə? Doymuş hala. Olur doyan buxar. Doyan buxar olduğuna görə də doyan buxarda həm buxar, həm su olmalıdır axı. Ona görə də divarları su götürür, nə bilim pəncərələrin qırağını su götürür. Məsələn, tutalım ki, bütün dünyamızdakı buxar doyan buxar olsa nə olardı? Dünyanın üstü su təbəqəsi ilə örtülərdi. Çünki doyan buxarda həm buxar, doyan buxar nə idi? Öz mayeəsi ilə dinamik tarazlıqda olan buxar. Yəni nə vaxt ki, otaqda su buxarı, rütubət əmələ gəlsə, orada rütubət 99%-dir. Yəni orada artıq doyan hala keçməyə yaxınlaşıb ki, hətta keçib ki, kondensasiya edib də buxar təzədən nəyə çevrilib? Doymuş hala keçib. Onda deməli, bu oldu bizim mütləq rütubətimiz. Bu oldu nə? Bu oldu mütləq rütubət. Aha, bir də var dediyimiz kimi nisbi rütubət. Nisbi rütubət fi hərfi ilə işarə olunur və nə dedik? Otaqdakı buxarım nə qədərdir? Rho qədər. Bunun doymuş haldan nə qədər fərqləndiyini, yəni nə vaxt doymuş hala gedib çatacağam, ondan nə qədər fərqləndiyini göstərir və faizlərlə ifadə olunur. Bu da olur mənim nisbi rütubətim. Buna deyəcəyik nisbi rütubət. Aha, deməli buradakı rho nə olur? Faktiki hal-hazırda havada nə qədər su buxarı var? Yəni mütləq rütubət nə qədərdir? Rho odur, amma rho 0 isə, indeksində 0 varsa, o artıq doyma halını göstərir. Bunun təzyiqlərindən də ifadəsini görə bilərik. Özümüzü çaşdırmırıq. Fi bərabərdir. P bölək P0 vuraq 100% görə bilərik. Buradakı P də yenə havadakı su buxarının təzyiqidir. P0 isə doyma halındakı su buxarının təzyiqidir. Bunları yadımıza saxlayaq. Sonra nə deyə bilərəm? Sonra deyə bilərəm rütubəti ölçən cihaz. Rütubəti ölçən cihazlardan ən məşhuru psixrometrlə hiqrometrdir. Psixrometrdə hiqrometrdə də rütubəti ölçə bilərəm. Bir də metal hiqrometrlə də şeh nöqtəsini ölçə bilərəm. Şeh nöqtəsi nə idi? Şeh nöqtəsinə bax, buxar o qədər doyur, artıq nəsə şeh yaranır da hardasa. Yəni doymuş buxara çevrilmə hadisəsi baş verir ki, bu şeh nöqtəsidir. İndi gəlin bir dənə psixrometri nəzərdən keçirək.
Bax, psixrometrin görünüşü bu şəkildədir. Psixrometrdə 2 dənə adi termometr var. Fikir ver. 2 dənədir, başqa-başqa, elə bil ki, 2 dənə mənim burada bax termometrlərim var. Bu termometrlərdən biri adicə termometrdir. Bu otağın temperaturunu ölçür. Digərində isə burada nə var? Yaş tənzif, pambıq, nəsə, burada nəsə pambıq var. Bu da həmin pambığın temperaturunu ölçür. Yəni də otağın yox. İndi, bəs bunun iş prinsipi nəyə əsaslanır? Baxın. Burada nə baş verəcək ki, bir dənə öz-özünə fikirləş. Sənin bir stəkan suyun var, gətirib qoymusan ayrı-ayrı 2 otağa. Otaqların birinə girirsən ki, stəkandakı su yarıya çatıb. Bu su öz-özündən otaqda buxarlanıb. Amma digərinə girib görürsən ki, su olduğu kimi qalıb, buxarlanmayıb. Bunun səbəbi nə ola bilər? Bu 2 otaqda nə var ki? Deməli, otaqların hansında ki, stəkandakı su gəlib görürsən yarıya düşüb, su buxarlanıb. Niyə? Otağın suya ehtiyacı var da, otağın buxara ehtiyacı var ki, o stəkandakı suyu buxarlanıb, düzdür? Onda deməli o otaqda nə azdır? Rütubət azdır. Çünki rütubət nə idi? Rütubət, nisbi rütubətdən söhbət gedir. Rütubət havadakı su buxarının doyma halına olan nisbətidir. Deməli gör oradakı buxar nə qədər azdır ki, stəkandakı suyu buxarlandırıb, düzdür? Ona deyirsən ki, orada nisbi rütubət azdır. Amma digər otaqda stəkandakı su niyə olduğu kimi qalıb? Çünki otaqda kifayət qədər buxar var deyə oradakı su buxarlanmayıb. İndi burada da eyni şey edirsən. Bax, əgər pambığı sən ora yaş halda qoyursan, gəlib görürsən ki, psixrometrdəki pambıq quruyub. Niyə? Deməli, pambıqdakı suyu otaq çəkib da özünə, ehtiyacı olub deyə çəkib. Bəs ay müəllim, lap mən ora əlimi vuramayacağam ki, bilim o pambıq quruyub. Necə biləcəm ki, o pambıq quruyub? Uşaqlar, buxarlananda nə olurdu? Buxarlanmada temperatur aşağı düşürdü. Kinetik enerji azaldığından temperatur aşağı düşürdü. Ona görə də artıq bu termometrin göstəricisi aşağı düşəcək. Sən biləcəksən ki, buradakı pambıq buxarlanıb deyə bu aşağı düşür. Buxarlanmasa düşməyəcək. Tutalım ki, oradakı pambıq 20 dərəcədir. Elə 20 dərəcədə qalıb. Buxarlansa 18, 16, nə bilim 15 belə-belə düşəcək. Buxarlanmasa düşməyəcək. İndi əgər buxarlanıbsa düşəcək, düşməyindən biləsən ki, burada rütubət azdır. Niyə? Çünki bax belə, dolayısıyla bir dənə diqqətlə qulaq as. Pambıq neyniyib? Temperaturu aşağı düşüb. Pambığı göstərən termometrin temperaturu aşağı düşüb. Niyə? Deməli, pambıq buxarlanıb. Çünki buxarlananda temperatur azalır. Pambıq niyə buxarlanıb? Otağın buxara ehtiyacı var imiş da. Deməli ki, pambığın suyunu çəkib. Deməli, burada otaqda nə azdır? Rütubət azdır, nisbi rütubət azdır. Yox, pambıq buxarlanmayıbsa, elə adi suyu da öz yerində, temperatur da öz yerində qalıbsa, orada biləsən ki, artıq otaqdakı buxar normaldır. Yəni nisbi rütubət normaldır. Bu belə. İndi bunu bu dərəcələrini bilməyə ehtiyac yoxdur. Sadəcə mən özüm istəyirəm, amma bunların biz bu şəkildə adlandırırıq. Bax, bu adlanır quru termometr deyirlər buna. T quru. Bunun göstəricisine T quru deyirlər. Bu da olur yaş termometr, T yaş. Deməli, burada mən nə gördüm? Əgər yaş termometr nə qədər aşağını göstərsə, mən biləcəm ki, pambıq bir o qədər çox buxarlanıb. Bəs pambıq niyə buxarlanardı? Rütubət az olanda. Deməli, yaş termometrin göstəricisinin az olmağı rütubətin az olmağı deməkdir. Çox olmağı da çox olmağı deməkdir. Deməli, onda mən buradan görürəm ki, yaş termometrin göstəricisi nisbi rütubətindən düz asılıdır. Yəni, anlamasaz belə bir dəfəlik bunu nəzərinizdə saxlaya bilərsiniz ki, yaş termometrin göstəricisi çoxalıbsa, rütubət çoxalıb, azalıbsa, azalıb. Bunu yadımızda saxlaya bilərik. Amma T quru çıxaq, T yaş var. Ha, o nə qədər çox olsa, orada rütubət az olacaq. Bir dənə özünüz bir dənə fikirləşin. Bax, tutalım ki, bu quru 20-dir. Bu quru dəyişməz onsuz da uşaqlar. Tutalım ki, bu quru 20-dir, bu quru 20-dir. Yaş da 10-dur. Bunların fərqi nə qədər edir? Bunların deltası edəcək 10. Bəs yaş 15 olsa nə olacaq? Bunların deltası edəcək 5. Düzdür? Fikir ver. Yaşın çox olmağı o demək ki, burada rütubət azdır. Deməli, dəyişmə az olanda deməli, rütubət nə olacaq? Daha doğrusu rütubət çoxdur. Dəyişmə az olanda rütubət çox oldu. Dəyişmə çox olanda rütubət az oldu. Onda buradan belə bir nəticəyə gəlirəm ki, yaş termometrin göstəricisi ilə rütubət düz asılıdır. Amma rütubət, nisbi rütubət 1 bölək T quru çıxaq T yaşdır mütənasiblik cəhətdən. Yəni, quru ilə yaşın göstəriciləri nə qədər çox fərqlənsə, orada rütubət bir o qədər dəfə deməli az imiş ki, bu yaş azalıb da. Qabağında mənfi var, yəni o nəzərdə saxlayaq. Bu da belə. Bu da bizim ikinci qaydamız. Vəssalam, bu olur nisbi rütubət. Yəni, nisbi rütubətdə belə qorxulacaq, çəkiniləcək bir şey yoxdur. Bunu yadda saxlayaq. Bir dənə də belə bir cədvəllər çıxa bilər qarşımıza. Gəlin bir dənə burada baxaq. Baxın, bu cədvəllərdə nəyə diqqət edəcəm? Quru termometrin göstəriciləri burada göstərəcək. Düzdür. Yaşı görməyəcəksiniz bu cədvəldə. Quru ilə yaşın fərqini burada göstərəcək. X-in kəsişdirəcəm. Nisbi rütubəti tapacaq. Məsələn, tutalım deyir ki, quru termometr 18 dərəcə Selsidir.
Yaş termometrdə 15 dərəcə Selsidir. İndi mən nə edirəm? Quru termometrin göstəricisi deyir 18. Buradan 18-i tuturam. Bəs quru ilə yaşın fərqi nə qədərdir? Uşaqlar, özdə həmişə qurudan yaşı çıxarsınız. Quru həmişə otağın temperaturudur. Həmişə ən çox odur. 18-dən 15 çıxacam, qalacaq 3 dərəcə Selsi. Quru ilə yaşın fərqindən gedirəm 3-ü tapıram. Vəssalam, kəsişdir bunların ikisini. Gəlib düşdü 73 dərəcəyə. Deməli, otaqdakı nisbi rütubət 73 dərəcədir. Vəssalam, bu şəkildə baxırsınız. İndi belə düşə bilər. Deyir, nisbi rütubət, məsəl üçün deyirəm ki, nisbi rütubət deyir 64-dür. 64-dür. 64% nə olacaq uşaqlar? Quruyun da göstəricisi deyir. Quruyun da göstəricisi 17 dərəcə Selsidir. Quruyun da göstəricisi 17 dərəcə Selsidir. Yaşı tap deyir. P yaşı tap deyir. TH bərabər sual. İndi mən özümə deyirəm 64. Deməli 17-yi buradan tuturam, qurudan 17-yi tuturam, buradan da 64-ü tapıram. Çıxıb görürəm ki, fərqləri 4 imiş. İndi hansını çıxacam? Yenə deyirəm, qurudan çıxanda yaşı 4 edir. Yaşı çox ola bilməz uşaqlar. Onda deməli burada yaş nə qədər imiş? Yaş deməli 13 imiş da. Yəni deyənmərsən ki, ay müəllimə bu 17-dirsə, deməli onda o bir də 21 olsun ki, 21-dən 17 çıxım 4. Yox uşaqlar, yaş çox ola bilməz. Yaş pambıqdır. Yəni pambıq otaqdan çox ola bilməz axı temperaturu. Ona görə otaqla uyğunlaşdığına görə. Ona görə də burada yaş az olacaq. Yəni qurudan yaşı çıxıb 4 almışamsa, qurunu da 17 veribsə, yaşım deməli 13-dür da. Vəssalam. Bax bu da olur bizim nisbi rütubət dərsimiz. Bir də burada bizim qarşımıza qərarlaşmış temperatur çıxa bilər. Üzr istəyirəm, qərarlaşmış rütubət. O da ki, qərarlaşmış rütubət nəyə bərabərdir? Fi bərabərdir nəyə? Bax, birinci rütubət, vuraq həcm, üstə gələk ikinci rütubət, vuraq həcm, bölək həcmlər cəmi. V1 üstə V2. Bu da olur bizim qərarlaşmış nisbi rütubətimiz. Bundan başqa bir dənə nəyi nəzərdə saxlayaq? Bəs rütubət 100% ola bilərmi? Yenə deyirəm uşaqlar, rütubətə biz nə vaxt 100% demişdik? Biz dedik ki, rütubət o vaxt 100% olacaq ki, otaqdakı hava keçsin doyma halına. Yəni mənim mütləq temperaturum doymuş hala bərabər olsun ki, bunları bir-birinə böləndə 1 vuraq 100% alınsın. Bir də rütubət 100% isə uşaqlar, sizcə pambıqdakı sudan bir damla belə buxarlanacaq? Yox. Otaq doyub, otaq buxarla təmiz doyub. Orada o bir damla belə buxarlanma olmayacaq. Onda deməli bir damcı belə temperaturu pambığın aşağı düşməyəcək. Yəni qurunun temperaturu, quru termometrin temperaturu yaş termometrin temperaturuna bərabər olanda bu iki halda rütubətimiz nə olacaq? Rütubətimiz 100% olacaq. Bunları da mütləq yadda saxlayırıq.